Salam, hər vaxtınız xeyir. Bugün qüvvət üstü və onların xassələri haqqında 5 əsas hissəni izah eləyəcəm, 5 əsas xassəni izah eləyəcəm. İnformatika məsələlərini həll eləyəndə bizim müraciət eləyəcəyimiz əsas yerlərdən biri də elə qüvvət üstləridir. Birinci xassəmizdən başlayaq. A üstü M vurulsun A üstü N. Əsasları eyni olan qüvvətlər bir-birinə vurulanda əsas olduğu kimi qalır, qüvvət üstləri toplanır. Məsəl üçün, 2 üstü 5 vurulsun 2 üstü 3. 2 olduğu kimi qalacaq, qüvvət üstlərini bir-birindən toplayacağım, yazacağım 2-nin üzərinə. Bunu açıq şəkildə yazsaq, 2 üstü 5-i yazıram. 2-ni 5 dəfə öz-özünə vururam. Vururam 2 üstü 3-ə. 2-ni 3 dəfə öz-özünə vurulmasına. Toplamda neçə dəfə 2-ni bir-birinə vurmuş oldum? Onu tapmış oldum mən. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə 2-ni öz-özünə vurmuş oldum. Olsun burada başqa bir əsas. 3 üstü 4 vurulsun 3 üstü 6. Əsaslar eynidir, artıq qüvvət üstlərini toplaya bilirəm. 3 üstü 4 topla 6. 3 üstü 10. 10 dəfə 3-ü öz-özünə vurmuş oldum. İkinci xassə. A üstü M bölünsün A üstü N. Əsaslar eyni olan qüvvətlər bölünəndə əsas olduğu kimi qalır. Bu dəfə qüvvət üstlərini çıxıram. Məsəl üçün, olsun 2 üstü 5 bölünsün 2 üstü 3. 2 olduğu kimi qalacaq. 5-dən 3-ü çıxacaq. 2 üstü 2. Məsələn, bunu da açıq şəkildə yazaq. Surətdə yazmışıq 2 üstü 5, yəni 2-ni 5 dəfə öz-özünə vurub surətdə yazmışıq. Aşağıda da 2 üstü 3, 2-ni 3 dəfə öz-özünə vurub yazmışıq. Bu 3 dəfə, 3 dənə 2, yuxarıdakı 3 dənə 2 ilə ixtisar gedəcək, qalacaq 2 üstü 2. Məsələn, 5 üstü 6 bölünsün 5 üstü 6. 5 olduğu kimi qalacaq, qüvvət üstləri bir-birindən çıxılacaq. 5 üstü 0, bu da 1-ə bərabərdir. Verilə bilər belə. 2 üstü 3 bölünsün 2 üstü 5. Bu zaman yenə əsas olduğu kimi qalır, qüvvət üstlərini bir-birindən çıxıram. 2 üstü 3 çıxılsın 5, 2 üstü mənfi 2. Əgər hansısa ədədin üstü mənfi qüvvət alınırsa, onu mən çevirirəm kəsrə. Niyə belə olur? Bunu açıq şəkildə başa düşsək, yəni açıq şəkildə yazsaq, məntiqini tam tutacağıq. Surətə yazmışıq 2 üstü 3. 1, 2, 3. 3 dəfə 2-ni öz-özünə vurmuşuq. Aşağıya da 2 üstü 5 yazmışıq. 5 dəfə 2-ni öz-özünə vurub aşağı yazıram, məxrəcə. Bu ikilərlə ixtisar getdi. Surətdə qaldı 1, aşağıda qaldı 2 vurulsun 2. Bu da 1 bölünsün 2-nin kvadratı deməkdir. Elə bunu 1 bölünsün 4 kimi də yazmaq olar. Başqa bir əsasdan da verilə bilər. 6 üstü 4 bölünsün 6 üstü 3. Bu 3-ü yuxarıda yazaq. 6 üstü 3 bölünsün 6 üstü 4. 6 üstü 3 çıxılsın 4. 6 üstü mənfi 1. Bu da 1 bölünsün 6 üstü 1 deməkdir. İndi buna baxaq. Surətdə 6 üstü 3 yazmışam. 6 vurulsun 6 vurulsun 6. Məxrəcdə də 6 üstü 4. 6 vurulsun 6 vurulsun 6 vurulsun 6. 3 dənə 6. 3 dənə 6 ilə ixtisar getdi. Yuxarıda qaldı 1, aşağıda qaldı 6. Bu da 6 üstü 1 demək. 1 bölünsün 6 üstü 1. Üçüncü əsas xassəmiz. Dəqiqə, buranı silin. A vurulsun B üstü N. A üstü N vurulsun B üstü N. Niyə belə yazıldı? Əgər mötərizəyə alınıbsa ədədlərin hasili mötərizəyə alınıbsa, mötərizənin üzərində olan qüvvət
mötərizənin içərisində olan hər bir ədədə aid olunur. Məsələn, 6 vurulsun 3 üstü 2 bərabərdir. 6 üstü 2 vurulsun 3 üstü 2. Bunu da açıq şəkildə yazsaq, 6 vurulsun 6 vurulsun 3 vurulsun 3. Bu mötərizənin içərisinə baxası olsaq, əgər 6 vurulsun 3 18. 18 üstü 2 deməkdir bu. Bunun da cavabı 18 üstü 2-yə çıxır. Bu 6-nı bu 3-lə vururam. 18 vururam. Bu 6-nı da bu 3-lə vururam. 18. Budur. 18-in kvadratı. Yəni mötərizə burada bir növ qoruyucu rolunu oynayır da. Yəni deyir ki, mənim içərimdə hansı ədədlər varsa, hansı əməl varsa, birinci o yerinə yetiriləcək, sonra qüvvətə yüksəldiləcək. Bunu nisbət şəklində yazacağam indi əsas xəstələrdən biri. A bölünsün B vurulsun N. Bölmədə də eyni işləmdir. A üstü N bölünsün B üstü N. N mötərizənin içərisində olan hər bir ədədin üzərinə gəldi. Məsələn, 24 bölünsün 6 üstü 3. 24 üstü 3 bölünsün 6 üstü 3. Bunu açıq şəkildə yazsaq, 24 vurulsun 24 vurulsun 24 bölünsün 6 vurulsun 6 vurulsun 6. Bunlar ixtisar gedəcək. Qalacaq 4 vurulsun 4 vurulsun 4. Bu da 4 üstü 3 deməkdir. İndi bu mötərizənin içərisinə baxsaq, 24-ü 6-ya böləndə bərabər olur 4. Elə 4 üstü 3-ü hesablamış olduq əslində. 5-ci qaydamızı da deyək, sonuncu. A üstü M vurulsun N. Qüvvətin qüvvəti. Bərabərdir A üstü M vurulsun N-ə. Məsələn, yazıram belə. 2 üstü 3 mötərizədə. 10 da üstü 2. Bu yazılacaq. 2 üstü 3 vurulsun 2. O da olacaq 2 üstü 6. Məsələn, 5 üstü 2, 10 da üstü 7. Yazılacaq. 5 üstü 2 vurulsun 7, 5 üstü 14. Əgər mötərizə olmasaydı necə olardı? Məsələn, 2 üstü 3, 10 da üstü 2 yazıramsa, mötərizə yoxdursa, belə olur. Qüvvət yuxarıdan aşağı hesablana gedir. Birinci 3 üstü 2 tapılır, olur 9. 9 həmin bu 2-nin üzərinə gəlir. Olur 2 üstü 9. Burada mötərizə yoxdursa, deməli 2 üstü 3-ü qoruyan heç nə yoxdur. Bu mötərizə birinci öz içərisində olan ədədə, əmələ önəm verir. Sonra o qüvvətə yüksəlir. Əgər mötərizə yoxdursa, qüvvət başlayır öz işini görməyə. Məsələn, yazıram. 16 üstü 2 vurulsun 3. Bu 16 üstü 6 deməkdir. İndi bu mötərizənin içinə baxsaq, əgər bu 16 vurulsun 16-nı kuba yüksəldir. Əslində bu ilə bu eyni işləmi görür. İndi mötərizə olmasa, 16 üstü 2 üstü 3 yazılsa, mötərizə yoxdur, artıq 16 üstü 2-ni qoruyan heç nə yoxdur. Qüvvət öz işini görəcək. Birinci 2 üstü 3 hesablanacaq. 2 üstü 3 8-dir. Həmin bu 8 də gəlib 16-nın üzərində dayanacaq. Yəni, bir var 16 üstü 6, bir də var 16 üstü 8. Mötərizənin olmamağı misalın cavabını əhəmiyyətli şəkildə dəyişir. Bunlara həmişə diqqət yetirin.